Hər vaxtınız xeyir olsun. Mən Cəyhan Həsənov. Növbəti sınağın video izahını çəkəcəm. Artıq Elm Nəşriyyatının ümumi tarix sınaqlarının izahını bitirdik. Bugündən isə Azərbaycan tarixlərinin sınağını çəkməyə davam edəcəyik. Elə isə vaxt itirməyək, dərhal keçək sınaqların izahına. Birinci sualımız uyğunluğu müəyyən edin. Azərbaycan Səlcuqların hakimiyyəti dövründə siyasi tədbirlər və iqtisadi tədbirlər baxaq. Şirvanşahlar dövlətinin varlığına son qoyuldu. Şirvanşahlara son qoyan Səlcuqlar olmayıb. A variantı yanlışdır. Şirvanşahlar sadəcə olaraq 1066-da Səlcuqlardan asılı olub. Şirvanşahların süqutu isə 1538-dir. Bu yanlışdır. Ölkə ərazisi ilk dəfə vahid dövlətin tərkibində birləşdirildi. Azərbaycan bundan qabaq Sazilər və Salilər tərəfindən birləşdirilmişdi. Bizansın Cənubi Qafqazda möhkəmlənməsinin qarşısı alındı. Bəli, bu siyasi tədbirdir. İqtisadi tədbirlər. Əhali və onun əmlakı ilk dəfə siyahıya alındı. Xeyr, bu Əməvilərin dövrüdür. Vahid çəki ölçü pul sisteminin tətbiq olunması. Bu, belə deyim, Məlikşahın dövründə var. Hərbçilərə iqta torpaqlarının paylanmasına başlandı. İqta torpaqları hərbçilərə paylanırdı da, amma iqta ilk dəfə ərəblərin dövründən var. Ona görə bu yanlışdır. 1C, 2 Bakı cavabımız A variantı olacaq. Davam edək. 2. Ağqoyunlu uzun əsərində Səvi Şabirin sənmasının oxşar cəhətidir. Şirvanşahlar dövlətini tabe etmələri, ümumiyyətlə Ağqoyunluların Şirvanşahlara tabe etməsi haqqında heç nə yoxdur. Təhmasib isə Şirvanşahlara tabe etməyib. Tabe edən Şah İsmayıldır. Təhmasib birbaşa son qoyub. Azərbaycan torpaqlarını vahid halda birləşdirmələri bu yalnız Təhmasib üçün keçərlidir. Osmanlılarla müharibə aparmaları, bəli, bu oxşar cəhətdir. Uzun Həsən, Malatya, Otluqbeli, Beyşəhir, Təhmasibində Sultan Süleyman qanununa dəfələrlə müharibəsi olub. Qanunnamə bu yalnız Uzun Həsən üçün keçərlidir. Teymuriləri məğlub etmələri yalnız Uzun Həsən üçün keçərlidir. Muğan döyüşü. Təhmasib Teymuriləri məğlubiyyətə uğrada bilməz, çünki 1507-ci ildən sonra Teymurilər tarix səhnəsindən silinmişdi. 3-ə baxaq. İlham Əliyevin ikinci prezidentlik dövrünə aiddir. İlham Əliyevin ikinci prezidentlik dövrü 2008-2013-dür. Baxaq. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi 2006. Şərt ödənmir. Dünya Azərbaycanın ikinci qurultayı 2006, 2001-dən başlayır. 5 ildən bir keçirilir. Şərt ödənmir. İlk dost mərkəzinin açılması bu 2019-dur. Təzə 9-cu siniflərə səhv etmirəmsə bu gəldi. Bu da yuxarıdakı ilə ödəmir. Təbriz şəhərində Azərbaycan Respublikası konsulun açılması 2004. Bu şərt ödənmir. Azərbaycanın qoşulmama hərəkatına tam hüquqlu üzv olması 2011. Qoşulmama hərəkatı 1911-dən var, 1961-dən var. Biz isə 2011-dən onun üzvüyük. Belə. Cavab D variantı da yoxdur. Y variantı. 4-ə baxaq. Uyğunluğu müəyyənləşdirək. 12-13-cü əsrlər. Şəhərlər 2 Bakı, 1 Naxçıvan, 3 Təbriz. Şirvanşahlar dövlətinin paytaxtına çevrilmişdi. 1192, 12-ci əsrdə Bakı olsun. 2-yə A. Monqolların birinci yürüş zamanı xərac verətdən altında xilas olub Təbriz B. Slavyanların hücumuna məruz qalıb. 1175-də Slavyanlar gəliblər Şirvanşahlar ərazisində. Bu hələ ki qalsın. Eldənizə dövlətinin ilk paytaxtı Naxçıvan D. Ərazisində Məmlə Xatun türbəsi Y. Yəni Naxçıvan. 1D Y, 2 A, 3 Bakı. Cavab C. Doğrudan da C variantından istifadə etməliyik. Slavyanların hücumuna məruz qalıb Şirvanşahlar, amma onda hələ 1175-ci ildə və paytaxt da Bakı deyildi. Belə. 5-ə baxaq. Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur? 18-ci əsrin 30-cu illərində Səfəvilər dövlətlə müqavilə imzalayıb
1732-1735-ci söhbət Rusiyadan gedir. Rəşt və Gəncə müqaviləsindən sonra 19-cu əsrin əvvəllərində imperiya elan edilmişdir. Bu Fransadır 1804-cü il. 17-ci əsrin sonlarında parlamentli monarxiya olmuşdur. Bu 1689 hüquqlar haqqında bilə görə İngiltərəni çıxardacaq. 19-cu əsrin 60-cı ildə vətəndaş müharibəsi olmuşdur. 1861-65. Bu ABŞ çıxardacaq. Burada cavab D-dir. 6. Soyuq müharibə dövründə yaradılmamışdır. Soyuq müharibə neçənci illəri əhatə eləyir? 1946, 1991. Qoşun müharibəsi 61 düşür. NATO 49 düşür. ATƏM 75 düşür. BMT 45 və salam. VMT 1955. Burada düşməyən BMT-dir. Bu səhifədə yəqin ki, diqqətimizdən qaçan bir məqam yoxdur. Davam edəyim. Sınaq 2. Dövlət qarşısındakı xidmətlərinə görə xilafətin ən böyük və ən zəngin əyalətlərdən biri olan Azərbaycan iqtidarı onlara verilmişdi. Onlara. Səlcuqlar, təbii ki, söhbət burada yəqin ki, Əbüsal Dibdatdan və Sacilərdən gedəcək. Sacilər dövlətinin Ağqoyun dövlətindən fərqli cəhəti. Paytaxtının Təbriz şəhəri olması bu Ağqoyunun Sacilərdən fərqidir. Bir yanlışdır, çünki Sacilərdə paytaxt Marağa Ərdəbildir. Şirvanşlar Asvədə salması, bəli. Azərbaycan toplanan vahid dövlət, bəli. Ərəb, xeyr, Sacilər türkdür. Cavabımız 2, 3-dür. 8-ə baxaq. Azərbaycan Xalq Cümhuriyyətində mədəni quruculuq sahəsində həyata keçirilən tədbirlər. Mədəni və həyata keçirilən. Latın əlifbasına keçirilməsi, təəssüf. Milli teatrın əsasının qoyulması, təəssüf. Dövlət teatrı olsaydı, hə. Çünki 1873-də bizim milli teatrımız yanında dövlətimiz yox idi. Mətbuat azadlığı, bəli. Dövlət Universiteti, bəli. Cavabımız 3-4-dür. Ehtiyatlı olaq. Milli teatr 1873, dövlət teatrı 1918. Uyğunluq gözlənilməmişdir. İnkar. Çin ilk dəfə vahid dövlət halında birləşdirildi. Çin, düzdür. Çində xalq üsyanları eramızın əvvəllərində qırmızı qaşlar və sarı sarıqlar, düzdür. Böyük İpək yolu xan dövründə, düzdür. Çində vuruşan padşahlar dövrü başlandı. Sin sülaləsinin süqutundan sonra, xeyr. Əksinə, vuruşan padşahlar dövrü başa çatdı və hakimiyyətə Sin sülaləsi gəldi. Böyük Çin səddi, bu da yenə düzgün cavabdır. Cavabımız D-dir. Əmir Teymur Çingiz xandan fərqli olaraq qanunlar toplusu yaratmışdır. Çingiz xanın böyük yasası var və Çingiz xanda böyük yasa varsa, orada da qanunlar var. Əmir Teymurda qanunlar olsa belə bu fərq olmayacaq. Yeni dövlət bu da onların oxşar cəhətidir. Çünki Əmir Teymur, Teymurlər, Çingiz xan isə böyük Monqol. Osmanlılarla müharibə aparmışdı, bəli. Bu fərqdir. Nəzərə alsaq ki, Çingiz xan 1206-1227-ci illərdə yaşayıb və Osmanlı da 1302-də yaranıb. Çingiz xan onunla müharibə apara bilməz. Cavab C-dir. Hindistana yürüş təşkil etmişdir. Bu hər ikisi oxşar cəhət olacaq. Əmir Teymur 1398. Bəs Çingiz xan Hindistana gedibmi? Əlbəttə. Çingiz xanın dövründə onun qoşunu Dehli sultanına gedibsə və Dehli sultanlığı Hindistanda mövcuddursa, deməli, bu oxşar cəhətdir. Mərkəzi Asiya hər ikisi. Deməli, hər ikisinin oxşar cəhətidir. Deməli, burada demək olar ki, C variantından başqa hamısı oxşar cəhətdir. Davam edək. 1921-ci il Moskva müqaviləsinin əhəmiyyəti. Dağlıq Qarabağ Azərbaycan SSR-nin tərəfində saxlanan yanlışdır. Çünki bu Moskva müqaviləsi Naxçıvanla bağlıdır. Naxçıvan bölgəsinin Azərbaycanın himayəsində muxtar ərazi olması razılaşdırıldı. Bəli, məhz bu müqaviləyə görə Naxçıvan Azərbaycanın tərkibində olmalıdır və Azərbaycan 13-cü ölkəyə güzəştə getməməli idi. C. Səhvdir. Mövzu Zaqatala deyil, mövzu Qarabağ deyil, mövzu Zəngəzur deyil, mövzu Naxçıvandır.
Qaldı ki, Y variantı Moskva müqaviləsi bağlananda heç Y variantı baş verməmişdi. Çünki Y variantı baş verir 1929-30 Mehri rayonunun təşkil olunması ilə. Cavabımız B-dir. 12. Kara döyüşü və Frasbada döyüşü aid ümumi cəhətləri müəyyənləşdirik. Kara döyüşü eramızdan əvvəl 53. Parfiya və Atropatena cütlüyü Romaya qalib gəlib. Fraspa eramızdan əvvəl 36. Parfiya və Atropatena cütlüyü Romaya qalib gəlib. Eramızdan əvvəl birinci əsrdə baş verməsi təbii ki, doğrudur. Çünki eramızdan əvvəl birinci əsr eramızdan əvvəl 101-i əhatə edirsə, 36 100 ilə 1 arasında düşür 53-dən. Bir düz. Roma qoşunlarına antonim. Fraspada bəli, amma Karrada krasdır. Albanlarla Romalılar. Albanlar burada yoxdur. Qələbənin hərbi ilə xeyr. Hər ikisi də Roma məğlub oldu. Bəli. Cavabımız 1-5-dir. A variantı. 13. Əkbər Şahın hakimiyyət illərində Böyük Moğol dövlətində bazar münasibətlərinin inkişafını sürətləndirdi. Bazar münasibətləri onda inkişaf eləyər ki, əmtəl münasibətləri inkişaf eləsin. Və nəzərə alsaq ki, Əkbər Şah mərkəzi əyalətlərdən vergiləri pulla alırdı. Ona görə cavabımız A-dır. B variantı səhvdir, çünki bu Əkbər Şahın varislərinin dövründə olacaq. Əkbər Şah bütün Hindistanı birləşdirə bilməyib, amma varisləri birləşdirib və bununla da Dehlidən sonra ikinci Türkmənşah dövlət olub ki, Hindistanı birləşdirib. Cizyanın ləğvi. Böyük Moğolda bu ləğv olunmuşdur da, amma bunu Böyük Moğol yaradan Babur etmişdi. Hindistanın hakimiyyətin ən yaxın, ən yuxarı vəzifəyə qədər xidmətə buraxılması, yəni bunun bazar münasibətlərinin inkişafına daxili yoxdur. Yəni Böyük Moğol bunu eləyib. Kəndlilərin feodal azad olması xeyr. Cavab A. 14. Çar Rusiyası görürdü ki, xaric kapital ölkəyə girmir. Ümumiyyətlə, insanlar neftli torpaqlarına qarşı, belə deyim də, o qədər də məsuliyyətli davranmırlar. O qədər də maraqlı deyirlər. Çünki həmin insanlar bilmirlər bu torpaq onların əlindən nə vaxtsa alınacaq, yoxsa yox. Yəni 1870-lərə qədər torpaq icarəyə verilirdi. Ona görə də Rusiya 1872-ci ildə iqtisam sistemini ləğv etdi. Cavabımız C. Və bununla da artıq insanlara bildirdi ki, artıq torpaqlar icarəyə verilmir. Qorxmayın ki, nə vaxtsa bunu sizin əlinizdən alaram. Artıq torpaq sizə sənədli sübutlu satılır. Həm də burada 70-ci illərdə deyiblər. A variantı 1864. İlk neft ayırma zavodu 1859. Muzda əməyin tətbiqinə başlanması tutaq ki, 1864-də məcbur əmək ləğv olunduqdan sonra yeni texniki vasitələr, məsələn 1848 mexaniki qazma. İl baxımından da, şərt baxımından da ödəmirlər. Cavab ona görə də olacaq C variantı. Davam edək. Xəritədə rəqəmlərlə verilmiş ərazilərə aid uyğunluğu müəyyənləşdirək. 2 haradır? Hindistan. 1 haradır? Misir. Qullar yad düşmən Hindistan. Onluq hesablama Misir. İskəndərin hücumuna məruz qalıb 30-cu illərdə Misir. 20-ci illər olsa Hindistan olacaq. Tarixdə ilk yazılı qanunlar Şumer. D variantı harada iştirak edirsə, üstündən xətt çəkək. 3-cü əsrin ikinci yarısında ilk dəfə vahid dövlət Hindistan. 1 BS, 2 AY. Cavabımız C variantıdır. Davam edeyim. 16. Göstərilənlər nəticəsidir. Bizans Araq dənizində ticarət üstünlüyünü itirdi. Araq dənizində ticarət Şimali İtaliya şəhərlərinin, yəni Venesiya və Genyo'nun əlinə keçdi. Tamamilə əzbər cümlədir. Söhbət səlib yürüşlərindən və yaxud xaçsı yürüşlərindən gedir. 17. Erkən Tunc dövründən fərqli olaraq Orta Tunc dövründə insanlar şərabçılıq və üzümçülüklə məşğul olur. Bu düzdür. Çünki bu Orta Tuncda varsa, ondan qabaqki, daha doğrusu Orta Tuncda yaranıbsa, ondan əvvəlki Erkən Tuncda olmayacaq. 2. Bu Erkən Tuncdan var və Orta Tuncda davam edib, fərq yox, oxşarlıq ola bilər. 3. Erkən Tuncdan var, bu Orta Tuncda da olacaq. 4. Bəli, bu ikinci istimamət bölgüsüdür və Orta Tunc dövrüdür. 5. Bu son Tuncdadır, nə erkəndə, nə ortada olmayacaq. Cavab 1
4'tür. Y variantı. Uyğun bəndləri müəyyənləşdirin. Topçu Başov, Fətəli Xoyski, Məmməd Əmir Əsuzadə. Hümmət təşkilatının yaradılmasında iştirak edən Məmməd Əmir Əsuzadədir. Sonradan uzaqlaşdı. Birinci Dumada Müsəlman fraksiyasının sədri Əlimərdan bəy Topçu Başovdur. Bütün Dumanın sədri yox, Müsəlman fraksiyasının, yəni Müsəlman hissəsinin. AXC-nin ali hakimiyyət orqanlarında təmsil olunmuşdur hər üçün. Əlimərdan bəy Topçu Başov parlamentin sədri, Məmməd Əmir Əsuzadə Milli Şuranın sədri, Fətəli Xoyski isə Azərbaycanda 1-ci, 2-ci və 3-cü baş nazirdir. 2-ci Dumaya deputat seçilib Fətəli Xoyski. Azərbaycan ilk ərz halları göndərən Topçu Başovdur. 1B-Y, 2D, 3A, 4C. Cavab D. 19. İşğaldan azad olunmuş ərazilərdə istifadəyə verilən ilk infrastruktur layihəsi bu Laçın rayonunun Güləbird su elektrik stansiyasıdır. Doğrudan da bu xronoloji ardıcılıqla ən əvvəl düşür 2021-in fevralı. Yerdə qalan hadisələr isə 2021-2022-ci ilin növbəti aylarındadır. Bax belə. Bir yazsaq, təbii ki, Zəfər yolu qabaqlarından yazın. Sizə kömək olsun. Füzulidən Zəfər yolu 2021-in noyabrı. Zəngilan 2022 iyul. Füzuli 2021 oktyabr. Zəngilan 2022 oktyabr. Bu yaxınlarda isə 2025-də Laçında beynəlxalq hava limanı açıldı. 20-yə baxaq. Daha gec olmuşdu. 359 B variantı 362 C variantı 313 D variantı 444, 463, bəzi kitabda 444, 63 hakimiyyətdə olmuş 2-ci Vaçe. Qoçaq Vaçaqan isə Arşakilərin ilk nümayəndəsi kimi qələmə verirlərsə, Arşakilər də 1-ci əsrdə gəliblərsə hakimiyyətə, daha əvvəl bu da olmuşdur. Amma bizdən daha sonra soruşursa, cavab D-dir. 5-ci əsrdə olan bir hadisə. Başqa gözümüzdən qaçan bir şey yoxdur. Hələ ki, bura kimi davam edək. 21. Hadisə nəticə əlaqələrinin doğru göstərdiyi cavabı müəyyənləşdirin. Azad taxılçılar haqqında fərman 1803-də verilib 1-ci Aleksandr tərəfindən. Rusiyada kəndlərin təhkimli vəziyyətinin tamamilə başa çatması. Yanlışdır. Düzdür, bu fərman sübut elədir ki, kəndləri istənilən vaxt azad etmək mümkündür və çox az sayda kəndlər azad olundu. Amma kəndlərin təhkimli vəziyyətinin tamamilə başa çatması 1861-1882 aralığıdır. Bir yanlışdır. Tezli sülhün imzalanması Rusiyanın Avropanın bölüşülməsinin iştirakçıdan çevrilməsi. Bəli, 1807-ci ildə Napolyon və 1-ci Aleksandr arasında tezlit müqaviləsi bağlandı. Tezlit müqaviləsinin şərtinə görə Rusiya Fransanın Şərqi Avropada işğallarını tanıyır və eyni zamanda da Rusiya Fransanın Qərbi Avropada, Fransa Rusiyanın Şərqi Avropadakı işğallarını tanıyırdı və eyni zamanda Rusiya Böyük Britaniya qarşı yaradılmış kontrdə blokadaya da qoşulacaq. Buna görə iki düzdür. Şeyx Şamil başçılığı etdiyi azadlıq hərəkatının yatırılması, Mərkəzi Asiya axı Şeyx Şamilin hərəkatı 1864-də yatılıb. Mərkəzi Asiya isə 1895-dir. Həm də Şeyx Şamil Mərkəzi Asiya deyil axı. Şimali Qafqazdır. Qaldı ki, Krım müharibəsi, Rusiyanın Qərbi Avropa ölkələrindən geriyə üzə çıxması, bəli. Rusiya Krım müharibəsində məğlub olana qədər öz zəifliyini heç vaxt boynuna almırdı. Amma Krım müharibəsi onun zəifliyini tamamilə çatbaq şəkildə üzə çıxartdı. Deməli, burada cavabımız olacaq 2 ilə 4 Y variantı. 22. Almaniya və İspaniyanın 1930-cu illər tarixinə də oxşar cəhət. Millətlər Cəmiyyətinə üzv olmaları. Bu Almaniyada 1926-dır. İspaniya isə verilmir ümumiyyətlə. SSR ilə hücum etməmək haqqında pakt imzalamalar. Bu yalnız Almaniyaya aiddir 39. Belə bir paktı Yaponiyada imzalayıb 41 apreli, amma İspaniyada belə bir şey yoxdur. Münhen konfransı 38-dir, amma orada İspaniya yoxdur. Orada var Almaniya,
orada var İtaliya, orada var Fransa, orada var İngiltere. Diktator rejimində idarə olmaları vot. Cavab budur. Çünki Almaniya, Adolf Hitler, İspaniya isə 39-cu ildə faşist Francisco Franco hökuməti. Qaldı ki, Y variantı bu Almaniya və İspaniyanın oxşarlığı deyil. Almaniya və Sovet Rusiyasının oxşarlığıdır. Belə ki, tərəflər 1939-cu ildə bağlanmış Molotov-Ribbentrop paktının gizli maddəsində belə bir razılığa gəlmişdilər. Cavab D variantı. 23. Xəritə ərazi işarələnmiş rayona aid olanları müəyyənləşdirin. Ərazisi işarələnmiş rayon Ağdamdır. Gəlin görək Ağdama aid nələr var. Ərazisində 2021-ci ildə Türkiyə-Rusiya birgə monitorinq mərkəzi. Bəli, bu düzgün cavabdır. Ağdamın Mərzili kəndində. Ərazisi 92-ci ildə işğal olmuşdur. Xeyr, Ağdam 93-də işğal olub. Ərazisində Erkən Orta əsrlər dövrünə aid Gavurqala abidəsi var. Bəli. 10 noyabr bəyanatına əsasən 2020 noyabrın 20-sində düşmən işğalından azad olunmuşdu. Yenə də 02-lər yığışıb bir yerə, lap Ağdamın seriya nömrəsi kimi. 2023-cü ilin sentyabrında lokal antiterror, xeyr. Lokal antiterror nəticəsində Xocalı, Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran, bunlar geri qaytarılmışdı. Cavabımız 1, 3 və 4-dür. 24. Osmanlı dövlətinin 14-cü əsr tarixinə aid olan hadisələri müəyyənləşdirin. 14-cü əsr neçənci illərdir? 1301-1400. Niqbol döyüşündə Xaçlı ordularının məğlub edilməsi 1396, bu düşür. Ehtiyatlı olaraq, mən bundan əvvəlki sınaqlarımızda çox demişəm, amma yenə də deyirəm. Osmanlı Xaçlı yürüşünə, sərib yürüşünə məruz qalmayıb. Çünki Xaçlı yürüşü, sərib yürüşü deyilən bir hadisə, bu bir tarixi dövrdür, xalqların böyük köçü kimi. Amma Osmanlının Xaçlar üzərində qələbəsi var. İstənilən bir zaman ola bilər. Yəni Osmanlı bir neçə xristian dövlətə qalib gəlirsə, bu istənilən bir zaman ola bilər. Misirin ələ keçirilməsi axı bu 16-cı əsrdir. Səlimdir. Yanlışdır. Bizansın Anadolu torpaqlarından qovulması. Bunu Orxan Qazi qovmuşdu. Və nəzərə alsaq ki, Orxan Qazinin hakimiyyət illəri 1326-1362-dir. O zaman lazımı şərt ödənmiş olar. Paytaxtın Ədirnədən köçülürsə, bu 100% İstanbuldur, 1453-dən sonradır. Teymurilərlə mübarizə aparılması 1402-dir. Bu da düşmür. Qaldı ki, Serbiyanın asılı vəziyyətə salınması, bu düzdür. 1371 Çirmən asılı vəziyyətə salınıb. 1389 Kosovada isə son qoyulub. Cavabımız 136-dır. Xronoloji ardıcıllıq. Gəncə xanının ləğv edilməsi tutulan kimi dərhal. Qubada Şeyx Əli xana qarşı üsyan 1810-da baş verir. Əvvəlcə Şeyx Əli xan üstünlük qazanıb Girgitçay döyüşünə qalib gəlsə də, amma sonradan məğlub olur. Qazax və Şəmkərdə sultanlıqlarının Rusiyaya ilhaq edilməsi 1801. Kürəkçay müqaviləsi 1805-dir. Kiçikdən böyüyə qalxsaq 3, 1, 4, 2. Davam edək. 26. Səfəvi şahı Sultan Hüseyn. Sultan Hüseyn hakimiyyət illəri 1694-1722-nin martıdır. Ehtiyatlı olaq bunun hakimiyyət illərinin sonunda mart ayında ümumiyyətlə. Çünki 1-ci Pyotr 1722-nin iyununda gəlib və iyununda bu zaman artıq Şah Sultan Hüseyn hakimiyyətdə deyildi. İndi isə baxaq görək digər variantlar bizə nə deyir. Birinci cavab səhvdir, çünki bu Şah 2-ci Abbasdır. İsfahanı Əfqanların işğalından azad etdi. Əksinə, özü əsir düşdü və Əfqanlar tərəfindən öldürüldü. 3, bəli, bu 1699-dur. Şərt ödənir. Çünki Hüseyn hakimiyyətləri 1694-1722-dir. Rusiya ilə ticarət müqaviləsi 1717-ci ildə var. Süleymandan sonra növbəti bir hökmdar oldu ki, Rusiya ilə müqavilə imzaladı. Deməli, bizim burada cavabımız 3 və 4 olacaq. 27. Ərəblərlə mübarizə aparılması. Bu Xəzərlərdir təbii ki, 7-8-ci əsrlər boyu. 4-cü əsrdə meydana gəlməsi bu Axundur. Xəzərlər 7-ci əsrdə meydana gəlib.
Türk tayfalarının üsyanı nəticəsində süquta uğraması yanlışdır. Bu adətən Uyğurlara aiddir. Çünki Axuna son qoyan Sasanilər və Göytürklərdir. Xəzərlərə son qoyan isə Slavyanlardır. Hindistan'a görüş təbii ki, bu Axundur. Paytaxtlarından birinin İdir şəhər olması bu Xəzərdir. 1BD, 2AY. Situasiyaya baxaq. Bu dövlət rəsmən Mada, soylar isə antik qaynaqlarda ilk hökmdarının adı ilə adlandırılır. Ərazisi hazırki İranın şimal-qərb. Məsələ aydındır. Mənbədə bəhs olunan dövlətin hansı tarixi hadisənin nəticəsində yarandığını yazın. Bir də oxuyaq. Nəsə yarımsı oxuduq sanki. Ərazisində yaşayan tayfalar arasında Maqlar ilk hökmdarın adı ilə. Tamam. Söhbət Atropatena dövlətindən gedir. Atropatena dövləti hansı tarixi hadisənin nəticəsində yarandığını yazın. Aydın məsələdir. Makedon İskəndərin ölkəsi, parçalar. Ümumiyyətlə, Makedon İskəndərin imperiyası, Makedoniya dövləti 3 böyük yerə parçalanıb. MS. Makedoniyanın özünə, Misrə və Suriya. Suriyanın da ikinci adı nədir? Selevkilərdir. 2 dənə belə deyək də, balaca qəlpə də bizə düşdü. Və Azərbaycanın şimalında ilk, Azərbaycanın cənubunda isə növbəti dövlətimiz meydana gəldi. 29. Mənbədə bəhs olunan dövlətin Manna dövləti ilə 2 oxşar cəhətini yazın. Hər ikisi Azərbaycanın cənubunda meydana gəlib. Hər ikisi yad dillərin görüşünə məruz qalıb. Hər ikisi eramızdan əvvəl 1-ci minillikdə mövcud olub. Əgər 1-ci minilliyi əslən ifadə etsək, eramızdan əvvəl 10, eramızdan əvvəl 1-ci əsrləri əhatə eləyər və orada da Manna eramızdan əvvəl 9-6, Atropatena isə eramızdan əvvəl 4-dən eramızın 1-ci əsrinə qədər, yəni hər ikisi düşür. Sonra oxşar cəhət kimi qonşu dövlətlərdən asılı olması olar. Məsələn, Manna asılı olub Asuriyadan, müəyyən müddət Urartudan, Atropatena isə asılı olub Selevkilərdən. Bax belə. Başqa nə vermək olar? Hər ikisi quldar dövlət olub. Klassik quldar yox, quldar dövlət olublar. Bax belə. 30. Mənbədə bəhs olunan dövlətin Azərbaycan tarixindəki əhəmiyyətinə aid bir fikir yazın. Təbii ki, yaranmasından Azərbaycan dövlət səyənləri bərpa olundu. Dövlət səyənəmiz başladı yox, bərpa olundu. Çünki eramızdan əvvəl 9-cu əsrdə Mannanın yaranması ilə başlamışdı. Başqa nə demək olar? Başqa demək olar, Azərbaycan xalqı ifadəsi meydana gəldi eramızdan əvvəl 4-cü əsrdə. Eramızın 7-8-ci əsrdə isə ərəblərin gəlişi ilə başa çatacaq Azərbaycan xalqı. Yeri gəlmişəm, bu məsələni açmışkən, Azərbaycan xalqı ilə Azərbaycan millətini qarışdırmayan, əgər düşsə ki, Azərbaycan milləti, bu hələ 19-cu əsrdən başlayacaq. Sonra Azərbaycan dilinin ədəbi dilə çevrilməsi bu 7-ci əsr olacaq. Qaldı ki, Azərbaycan dili ifadəsinin meydana gəlməsi, bu isə 13-14-cü əsrdə olacaq. Yəni, bu cümlələr bir-birinə oxşuyur. Əksər vaxt abituriyentlər və müdavimləri çaşdırına görə də yazmağı özümə borc bildim. Bax belə. İnşallah ki, gözümüzdən qaçan bir sual olmadı. Yenə də yuxarıya doğru gedim. Xeyr, gözümüzdən qaçan bir sual diqqətimizi çəkmədi. Nəsə də diqqətimizdən qaçarsa, rəy bölməsində fikrinizi yaza bilərsiniz. Bu qədər növbəti sınaqlarımızda görüşərik inşallah. Sağ olun, var olun. Allah'a emanet olun.